Əziz dostlar, il təhvil olunan zaman gözəl bir duanı sizlərə hədiyyə edirəm. Onu oxuya da bilərsiniz, dinləyə də bilərsiniz. Əgər bu gözəl duanı oxuyarsınızsa, həmən iliniz bərəkətli olar, uğurlu gələr, işlərinizdə xeyir, bərəkət tapacaqsınız və ailənizdə, özünüzdə huzurlu olacaq sizin üçün. Bismillahirrahmanirrahim. Ya muqallibəl qulubi vəl absar, ya mudabbirəl leyli vəl nəhar, ya muhavviləl havli vəl əhval, havvil halina ilə əhsənil hal. Ey qəlbləri və gözləri çevirən Allah, ey gecə və günüzü tədbir edən Allah, ey halı və əhvalları haldan hala salan Allah, bizim halımızı ən gözəl hallardan qərar ver. Rəhmətinlə ey rəhmlilərin mərhəmətlisi, bizlərdə başla və bizim qarşıdan gələn bayramımızı mübarək qərar ver.